Salam müəllimlər, axşamınız xeyir olsun. Mən bu gün MİQ və sertifikasiya bağça imtahanına hazırlaşan müəllimlər üçün mövzu 18, yəni sensor bacarıqlarının inkişafı məşğələsinin təşkili metodikasından danışacağam. Mövzumuz çox maraqlıdır, eyni zamanda yadda qalan mövzudur. Vaxt itirmədən keçid eləyək mövzumuza. Demək, sensomotor inkişaf məktəbəqədər dövrdə ümumi əqli inkişafın təməlini təşkil edir. Yəni, bilik ətraf aləmdəki obyektlər və hadisələrin qavranılmasından başlayır. Biz həmişə deyirik ki, uşağın əqli cəhətdən inkişafı ətraf aləmin müşahidəsindən çox asılıdır. Yəni, uşaq ətraf aləmdə gördüyü obyektləri müşahidə edir, onları analiz edir. Bu da onun əqlinin inkişaf etməsinə vasitəçi olur. Və sensor inkişafın aparılmasının aşağıdakı məqsədləri var. Uşaqlarda toxunma, sensor və psixomotor sahələrin inkişafı və onları forma, rəng və toxunma yolu ilə öyrənmələrinə təşviq etmək. Müxtəlif fəaliyyət növlərinin inteqrasiya vasitəsilə uşaqların kasad təcrübəsini zənginləşdirmək və idrak fəallığını optimallaşdırmaq üçün ondan maksimum istifadə etmək və məktəbəqədər yaş uşaqların ahəngdar inkişafı vasitəsi kimi sensor sahənin təkmilləşdirilməsi. Bunları əzbərləyin. Daha sonra sensomotor inkişafın aparılmasının aşağıdakı vəzifələri var. Hərəkət funksiyalarının inkişaf etdirilməsi, sensomotor təcrübənin toplanmasına stimullaşdırılması, emosional sahənin inkişafı və nitqin formalaşdırılması və inkişafı. Daha sonra körpənin öz hərəkətləri və sensor biliklərini daha yaxşı mənimsənməsinə kömək etmək məqsədi ilə qrupda koordinasiyanın inkişafı, motor bacarıqların təkmilləşdirilməsi və sensor etalonların mənimsəməsinə kömək edən fəal inkişaf etdirici mühit yaratmaq olar. Qrupdakı hər bir əşya inkişaf etdirici ola bilər. Aydın məsələ ki, uşaqlar yəni qrupdakı əşyalardan istifadə edir və bu əşyalar, bu resurslar uşağı inkişaf etdirir. Müxtəlif istiqamətdə inkişaf etdirir. Biz bilirik ki, uşaqda, yəni körpədə birinci duyğu üzvləri yaranır, iyi bilmə, dad bilmə, bunlar yaranır. Daha sonra uşaq artıq, yəni körpə böyüdükcə onda idrak prosesləri inkişaf etməyə başlayır. Yəni birinci yaranan duyğudur, daha sonra isə idrak prosesləridir. Təbii ki, bunlar yəni bu iyi bilmədir, dad bilmədir. Yəni bu sensor, yəni uşaqda biz bunları inkişaf etdirməliyik. Daha sonra bunların inkişafı, daha sonra idrak proseslərinin inkişafına gətirib çıxardır. Biz uşaqlarda hər zaman barmaq uclarını inkişaf etdirməyə çalışırıq. Ona görə deyirik ki, uşaqların kiçik motorikalarını inkişaf etdirin. Yəni bu artıq onun toxunması ilə əlaqəlidir. Barmaq uclarının belə deyək, inkişaf elətdirdikdə onun yəni qələmi, karandaşı düzgün şəkildə tutacaq və kiçik motorikası inkişaf etmiş olacaq. Təbii ki, bu birbaşa yəni idrakla əlaqəlidir. Yəni bir koordinasiya var da, barmaqların kiçik motorikanın inkişafı idrakin inkişafına gətirib çıxardır. Biz həmişə yəni bəs nəyə görə biz kiçik motorikanı inkişaf elətdirmək istəyirik? Məsələn, müxtəlif vasitələrdən, müxtəlif oyunlardan istifadə edirik. Çünki bizim məqsədimiz odur ki, biz bu sistemi tənzimləyək. Kiçik motorikanı tənzimləyək ki, oradan o tərəfdən də idrak proseslərini inkişaf etdirək. Niyə biz sensorun üzərində dayanırıq? Çünki sensorun inkişaf etdirilməsi onun idrak proseslərinin inkişafı deməkdir. Təbii ki, yəni ən vacib olan da idrak prosesidir. Ona görə ki, uşağın belə deyək də, təfəkkürüdür, təxəyyülüdür, qavrayışı, nitqidir. Yəni bunlar vacibdir. Bunlar olmasa, yəni uşağın inkişafından söhbət gedə bilməz. Məhz bizim də məqsədimiz uşaqları bu istiqamətdə inkişaf etdirmək və irəli aparmaqdır. Təbii ki, uşağın idrak prosesi inkişaf etdirilsə, məşğələlərdə də özünü məşğələləri dərk eləyəcək, təlim mühitində də yəni mövzuları dərk eləyəcək. Məqsəd zaten uşağın idrak proseslərinin inkişaf etdirilməsidir və bu istiqamətə gəlinə qədər biz sensor inkişaf elətdirməliyik. Onları da artıq müxtəlif istiqamətdə qeyd edirik. Gəlirik nəyə? Ən vacib olan testlərdə düşən sensor mədəniyyət anlayışı, sensor etalon anlayışı, rəng etalonu anlayışı, forma etalonu anlayışı, bu etalonlara gəlirik. Görək bunları kimlər inkişaf elətdirib, elmə kim gətiribdir?
Sensor mədəniyyəti elmə Montessori gətiribdir. Onun məqsədi, yəni fikri ondan ibarətdir ki, sensor mədəniyyət dedikdə uşağın hiss orqanlarının sistematik məşq elətdirilməsini nəzərdə tutur. Sensor etalonu isə elmə Zaporojets gətiribdir. O qeyd edir ki, sensor etalon dedikdə uşaqlarda əşyaların xarici əlamətlərinin hamı tərəfindən qəbul edilmiş obrazları haqqında təsəvvürlərin formalaşdırılmasını nəzərdə tutur. Rəng etalonu isə 7 əsas rəng spektri və onun çalarlarından ibarətdir. Forma etalonu isə həndəsə fiqurları nəzərdə tutur. Kəmiyyət etalonu dedikdə isə metrik ölçü sistemini nəzərdə tutur. Ümumiyyətlə, etalon anlayışı çox qəliz, yəni mürəkkəb bir prosesdir ki, yəni onun öyrənilməsi məktəbə qədər uşaqların sərhədlərindən kənara çıxır. Yəni, məktəb yaşı dövründə bu proses davam edir. Çünki məktəbə qədər üçün biraz çətindir, yəni nisbətən, yəni irəli aparmaq olur. Amma kiçik məktəb yaşı dövründə bu proses daha da, belə deyək də, yaxşı səviyyədə davam etdirilir. Usubova qeyd edir ki, məktəbə qədər və kiçik məktəb yaşı uşaqların qazandığı əqli məlumatların 9 hissəsi hissi qavranılan təsərrüatlar əsasında əldə edilir. Daha sonra əqli məlumatlar o bayaq qeyd elədim, idrak proseslərini nəzərdə tutur da. Deyir ki, onların əsası, yəni hissi qavranılan təəssüratlar əsasında. Hissi nədir? Duyğunu nəzərdə tutur da. Duyğunun əsasında formalaşır. Biz yəni bu sensoru inkişaf etdirməliyik ki, onun idrak proseslərini inkişaf elətdirə bilək. Daha sonra sensor inkişaf istənilən praktik fəaliyyətin uğurla mənimsənilməsinin zəruri şərtidir. Daha sonra uşaqların sensor bacarıqlarını inkişaf etdirməsi üçün istifadə olunan oyunlar. Yəni vacib olan məsələdir, yəni. Uşağın sensorunu inkişaf etdirmək üçün oyunlardan istifadə etməliyik. Bu da yəni məqsəd, yəni uşaqların görmə, dad, iyi bilmə, eşitmə sensor hisslərinin inkişaf etdirilməsidir ki, məsələn, qumdan, cilddən, kağızdan, digər müxtəlif materiallar vasitəsilə biz uşaqlarda sensomotor bacarıqları inkişaf etdirə bilərik. Və bu istiqamətdə İtaliya pedaqoqu Montessori qeyd etmişdi ki, sensor tərbiyədə didaktik materiallara üstünlük vermişdi. O qeyd edir ki, bu materiallar o qədər vacibdir ki, yəni hətta pedaqoqu belə əvəz edə bilər. Daha sonra Montessori ətraf aləmlə tanışlığı, real aləmlə əlaqəsi olmayan mücərrədləşmiş iş, didaktik materiallar, yəni rəng, forma, böyüklük üzərində mübarizədən başlayır. Daha sonra pedaqoji elmdə bütün tərbiyə işində olduğu kimi sensor inkişafda da tərbiyəçinin roluna, belə deyək də, roluna böyük əhəmiyyət verilmişdi. Hətta pedaqoqu əvəz etmək kimi dəyərləndirilmişdi. Derkol isə onun əvəzinə belə qeyd edir ki, uşağın qavrayışını inkişaf etdirməkdən ötürü oyunlar işləyib hazırlamışdı. Yəni oyunlara üstünlük vermişdi. Qavrayışın özü də, yəni duyğu üzvüdür. Bunlar hamısı duyğudur. Yəni uşağın, belə deyək də, duyğusuna daxil olur. Körpənin, yəni. Daha sonra onun Montessori'dən, yəni bu Derkol'nin Montessori'dən üstünlüyü məhz oyunlar işləyib hazırlamasında idi də. Yəni o fərqli olaraq, yəni oyunları qeyd etmişdi. Çünki qeyd edir ki, oyunlardan bəziləri bizim uşaq bağçalarında da tətbiq olunmuşdu. Əşyaların yerləşməsinə görə bir-birindən fərqlənən cüz şəkillər, şəkillərdən ardıcıl olaraq seçilməsi və s. kimi oyunları qeyd edir. Daha sonra sensor tərbiyə gəlir ki, sensor tərbiyənin mahiyyətini Rus pedaqoqu Urşinski qeyd etmişdi. Urşinski qeyd edir ki, insan tərbiyənin predmeti kimi adlı əsərində yazır ki, xarici hisslər düşünmə prosesində az və ya çox dərəcədə təsir göstərir. Amma bu hisslər şuura onun bütün düşünmə işləri üçün material gətirir. Yəni, xarici təsirləri yüksək qiymətləndirir. Bizim xarici hisslərimiz nə qədər qüvvətli, nə qədər aydındırsa, daha doğrusu gözlənilməz rəng çalarlığını nə qədər çox fərqləndirmək qabiliyyətinə malikdirsə, uşaqlarımız sözlərin zəifliyini fərqləndirə bilirsə, onlar şuura bir o qədər zəngin material verəcək. Yəni ki, artıq bunu xarici aləmlə əlaqələndirir. Daha sonra Urşinskinin qeyd etdiyi fikrə Tixeva öz aspektində yanaşmışdır ki, o uşaqların sensor tərbiyəsi üçün oyunlar, çalışmalar sistemi işləyib hazırlamışdı.
Baxın, oyunlar sistemini Derkoli də hazırlamışdı. O oyunlar sistemini təkcə hazırlamışdı. Yəni fikrini başqa cür əsaslandırmışdı. Amma TXB isə həm oyunlar, həm də çalışmalar sistemi işləyib hazırlamışdı. O qeyd eləyir ki, sensor inkişafın əsas mənbəyi təbiəti və ətraf həyatı müşahidə etməkdir. Ümumiyyətlə, ümumi, yəni pedaqoqlardan da kənar qeyd eləyə bilərik ki, uşağın ətraf mühiti müşahidə etməsi və ona diqqət etməsi uşağın əqli cəhətdən inkişafına təkan verir. Və bu cəhətdən də qeyd eləyir ki, bu cəhətdən də Montessori'dan çox irəli getmişdi. TX və ətraf aləmi qavramaq üçün uşaqlara normal şərait yaratmağı məsləhət görürdü. Daha sonra gəlirik sensor tərbiyə. Sensor tərbiyə isə uşaqların praktik əmək fəaliyyətinə güclü təsir göstərir. Müəyyən edilmişdir ki, insan qabiliyyətinin başlıca hissəsi sensor tərbiyə üzərində qurulmuşdur. Yəni rəssamın, heykəltaraşın, arxitektorun gözəyarı təyin etməklə qabiliyyətində sensor tərbiyə həlledici rol oynayır. Musiqiçi, həkim, mexanizator və başqalarının fəaliyyətinə dəqiq qavrama, səslərin yüksəkliyi, tembri, gücünü fərqləndirməsi sensor tərbiyə ilə sıx bağlıdır. Yəni bunlar hamısı duyğu ilə də sensordan bağlıdır. Çünki yəni rəssam rəsm çəkir, orada müəyyən bir belə deyək də görürək rəsmi, görmə duyğusundan istifadə edir və ya musiqiçi eşidir, yəni o səs tembrini eşitməlidir, onu düzgün şəkildə tənzimləməlidir. Bunlar hamısı sensor tərbiyə ilə sıx əlaqəlidir. Daha sonra gəlirik məkan haqqında təsəvvürlərin inkişafına. Məkan haqqında təsəvvürlər, yəni uşaqlar ətrafda olan məkan və zaman qavrayışlarını fərqləndirə bilirlər. Yəni məkan haqqında anlayışlara malik olurlar ki, məkan təsəvvür dedikdə yəni əşyaların forması, böyüklüyü, məkan münasibətləri, yəni məsafə, yerləşmə, istiqamət, uzaq, yaxın, sağ, sol, irəli, geri, yuxarı, aşağı, ön, arxa kimi anlayışları fərqləndirə bilirlər. Yəni bu təbii ki, yəni birdən-birə yaranmır. Yəni uşaq artıq gərək əşyaları təhlil eləyə, onlar arasındakı əlaqəni bilə, onları sözlərlə ifadə eləyə. Yəni onu özü analiz etməlidir ki, onu dərk eləyə bilsin. Çünki bu anlayışlar uşaqlar üçün çətindir. Xüsusilə zaman, məkan anlayışları uşaqların gec qavradığı bir anlayışlardır. Ona görə biz onları təhlil etməsinə, onların analiz etməsinə şərait yaratmalıyıq ki, uşaqlar onu dərk eləyə bilsinlər. Sağ nədir, sol nədir, yuxarı nədir, aşağı nədir? Bu anlayışlar təbii ki, zamanla formalaşan bir prosesdir. Daha sonra, yəni burada artıq uzaq, yaxın bunlardan bağlı, yəni məlumat veribdir. Yəni siz bilin ki, məkan anlayışı nə deməkdir. Yəni bu istiqamətdə də təbii ki, uşaqların lüğət ehtiyatını zənginləşdirməliyik. Yəni yuxarı nədir, aşağı nədir, uzaq nədir, yaxın nədir? Bunları yəni şəkillər üzərində uşaqlara öyrədə bilərsiniz və ya elə öz üzərinizdə də yəni yaxını göstərin, ayağınızdan uzağı göstərin, məkanı yəni aşağı, məsələn, top stolun altındadır. Top stolun üstündədir. Top stolun önündədir. Top stolların arasındadır. Top stolun sağındadır, solundadır. Bu anlayışlar yəni uşaqlara əyani şəkildə göstərildikdə daha yaxşı yadda saxlaya bilirlər. Daha sonra gəlirik zaman haqqında təsəvvürlərin inkişafına. Zaman təyin etmək, yəni uşaqların əqli inkişafında əməli fəaliyyətinə mühüm rol oynayır. Yəni zaman anlayışını uşaqlara öyrətmək bir qədər çətin olur, amma mümkünsüz deyil. Yəni bu gün, sabah, dünən bu kimi anlayışlar yəni uşaqlar üçün çətindir. Məsələn deyirsən ki, bu gün deyir ki, dünənki hadisəyə bu gün deyir. Deyir bu günlərin məsələn mən yazı yazmışdım. Deməlidir ki, mən dünən yazı yazmışdım, amma bu gün deyir. Yəni bu anlayışları qarışdıra bilirlər. Bu da yəni zamanla öyrədiləcək bir prosesdir. Elə uşaq var ki, tez götürür, elə uşaq var gec götürür. Yəni bu artıq belə deyək də zamana buraxmaq lazımdır. Hər gün təkrarlasanız təbii ki, onu dərk eləyə bilər. Təbii ki, uşaqların lüğətində bu gün, sabah, dünən, axşam, gecə, səhər, günorta bu kimi anlayışlardan yəni zənginləşdirə bilərsiniz. Yəni mənasını uşaqlara başa salın, şəkillərdən istifadə edin, əyani vasitələrdən istifadə edin ki, məsələnin nə olduğunu anlaya bilsinlər. Daha sonra
Eşitmə qavrayışının inkişafı isə 1 yaşdan başlayaraq uşaqlarda təbiət və ətraf aləmdə olan səsləri dinləmək, fərqləndirmək qabiliyyətini inkişaf etdirməyə başlayır ki, uşaqlar yəni meşənin səsini, çayın şırıltısını, quşların nəğməsini eşidirlər, onları fərqləndirirlər. Məsələn, suyun şırıltısını fərqləndirirlər, yarpağın xışıltısını fərqləndirirlər. Yəni artıq eşitmə qavrayışı inkişaf edir. 2 yaşında artıq uşaqlarda fonetik səs kifayət qədər inkişaf etmiş olur. Yəni fonetik səsi fərqləndirə bilirlər. Daha sonra artıq məktəbə qədər yaş dövründə çar və cingiltili samitləri, musiqi və danışıq səslərini fərqləndirməyə bacarırlar. Yəni bu eşitmə qavrayışı zamanla inkişaf edir. Əvvəlcə yəni təbiət hadisələrini, daha sonra isə fonetik səs və ya çar və cingiltili samitlər bunları yəni fərqləndirə bilirlər. Daha sonra taktil toxunma həssaslığının inkişafı, yəni uşağın əli ilə, yəni əşyanı tanımaqda uşağın əli ilə ona toxunması mühüm əhəmiyyət kəsb edir. Yəni uşaq əşyaları, ətrafında olan hər bir şeyi əli ilə toxunaraq kəşf edir. Yəni əli ilə toxunaraq onu hiss eləməyə başlayır ki, məsələn bu belə deyək də əşya bərkdir və ya yumşaqdır və ya soyuqdur və ya istidir. Bunları yəni toxunaraq hiss eləyir. Və təbii ki, toxunma, eyni zamanda dad bilmə, eşitmə, bunlarla bağlı müxtəlif oyunlar var. Məsələn, deyirik ki, dadından tanı, səsindən tanı, toxunaraq tanı, cürbəcür oyunlar var ki, bu oyunlar vasitəsilə uşağın bu duyğularını daha da inkişaf etdirmək mümkündür. Daha sonra gəlirik iyi bilmə, dad bilmə həssaslığının inkişafı. Təbii ki, bunlar birbaşa Montessori modelinə daxildir. Montessori'nin 5 bölməsi var ki, orada sensor bacarıqların inkişafı var, yəni. Bu da yəni sensora aid olduğuna görə, yəni birbaşa bu duyğu üzvləri sensora aiddir. Görmədir, eşitmədir, iyi bilmədir, dad bilmədir, taktildir. Bunlar yəni sensora aiddir. Sensor da Montessori'nin bir bölməsidir. Yəni orada yəni bu duyğu üzvlərini inkişaf etdirməkdən ötürü müxtəlif oyunlar, müxtəlif metodikalar təqdim olunubdur. Təbii ki, siz bunları yəni özünüz də təşkil edə bilərsiniz. Səsindən tanı, səsindən məsələn hər hansı bir qaba duz tökə bilərsiniz, eyni qaba, onları sirkələyə bilərsiniz. Onun hansı belə deyək də orada eşitləmə var, yəni bir-birindən əlaqələndirmə. 2 dənə məsələn duz qabın, 2 dənə qaba duz tökə bilərsiniz, 2 dənə qaba mərci tökə bilərsiniz, 2 dənə qaba qreçka tökə bilərsiniz. Uşaqlara yəni o səsləri tapıb da bərabərləşdirməyə tapşıra bilərsiniz. Məsələn, uşaq o qabları sirkələyir, sirkələdikdən sonra məsələn mərciləri tapıb əlaqələndirir ki, bu səslər eynidir. Məsələn, qreçkaları tapıb əlaqələndirir ki, bu 2 qabdakı səs eynidir. Yəni bir-birindən bərabərləşdirir, eşitləşdirir yəni cütləşdirir. Yəni bunlar nədir? Uşağın eşitmə duyğusunun inkişaf etdirilməsidir. Demək, iyi bilmə və dad bilmə həssaslığı nisbətən mürəkkəb prosesdir ki, burada yəni görmə və eşitmə həssaslığından fərqli olaraq uşaq həyatında böyük rol oynamır. Uşaqlar ərzaq məhsullarını iyi və dadına görə fərqləndirməyə daha çox meyl edirlər. İyiləri fərqləndirmək təbiətlə tanışlıqda mühüm rol oynayır. Yəni uşaq bağçadakı olan güllərin qoxusunu, hər hansı çörəyin qoxusunu, yəni aptekdə dərmanın qoxusunu, bunları yəni hiss edə bilər. Və ya da ki, dad bilmə də ki, yəni hər hansı ilk yəni uşağın daddığı ana südüdür ki, yəni onun dadını hiss edə bilər. Hətta uşağı belə aldatsanız belə başqa dadlardan o tez fərqinə varacaq ki, bu yəni ana südü deyil. Və ya da ki, hər hansı xörəklərin dadını, meyvələrin dadını ağzına alaraq, dadaraq, yəni onların dadlarını hiss edə bilər. Yəni ümumiyyətlə uşaqlarda bu duyğular yəni inkişaf edibdir və onlar belə deyək də ağızlarını alaraq, burunlarına yaxınlaşdıraraq bu qoxuları həm hiss edə bilir, həmçinin də dadını fərqləndirə bilirlər. Müəllimlər, dərsimiz bu qədər. Düşünürəm ki, hər şey aydın oldu. Əgər hər hansı qaranlıq qalan məqam olsa, şərh bölməsinə yazıb soruşmağı unutmayın. Sağ olun, özünüzə yaxşı baxın.